Əmirülmöminin 8 dənə dilə sir yoldaşı olub, onlardan biri Kumeyl. Əlbəttə, daha üstünlər olub, Malikəşlər daha zirvədə idi. İşim yoxdur, amma Kumeyl də bir yerə yetişmişdi. Əmirülmöminin dərdləşərdi. Kumeyl özü nəql edir, gecənin bir aləmi. Görünən budur ki, gecə yarısından sonra. Gecənin bir aləmi. Gördüm Əmirülmöminin qaranlıq bir gecədən. Üzünü qoyub torpağa. Vəhbə. Əlican. Üzü torpağın üstündə bir dənə dua oxuyur. İlahi Rəbbim, duanı dinləyirəm qıraqdan. Əli münacat edir. Əli münacat edir. Danışır Allah. Ev yoxdur, Kumeyl də sir yoldaşıdır. O da Əliyə yaxındır. O da qıraqdan dinləyir. Deyir, Kumeyl o qədər gözəl dua idi. Əmirülmöminin deyir, o duanı səcdədə oxudu, əvvəldən axıra qədər göz yaşları ilə. Başını qaldıranda deyir, üzü deyir, islanmışdı göz yaşından.